Dərsdə qarşımıza çıxan bir ifadəni sizinlə bölüşmək istədim. Bu bir idiomdur. Tip of the iceberg. Yəni bir şeyi tam görmədiyimizdə yalnız problemin və ya hər hansı bir vəziyyətin kiçik bir hissəsini açıq-aşkar göründüyünü, amma böyük və daha ciddi bir hissəsinin gizli qaldığını ifadə etmək üçün istifadə olunur. Azərbaycan dilində biz bunu belə də eşitmişik. Buzdağının görünən hissəsi. Yəni görünən hissə kiçikdir. Bu gördüyümüz və bildiyimiz bir şeydir. Amma böyük hissə isə, gizli olan hissə isə problem və ya vəziyyətin çox daha böyük, amma görünməyən hissəsi olduğunu göstərmək üçün istifadə olunur. Məsələn, I only found 2 mistakes in the book, but that's just the tip of the iceberg. There are still hundreds of mistakes. Yəni mən kitabda sadəcə 2 səhv tapdım, amma bu icebergin hələ görünən hissəsidir. Orada yüzlərlə səhv var, hələ yüzlərlə səhv var. Sadə bir dildə desək, görünən az, gizli qalan isə çoxdur.